Dəyərli abituriyentlərimiz sona qədər izləyin. Çox möhtəşəm bir sualdır. Bu sualın izahında bir çox şeylərdən siz məlumatlı olacaqsınız. İnanıram ki, rəy bölməsində də fikrinizi yazaraq bildirəcəksiniz. Baxaq sualımıza. Verilən nöqtələrə yeni hansı ifadə əlavə olunsa, cümlənin tərkibində həmcins üzvlər də olar. Diqqətli olun. Bu ifadələrdən hansını əlavə etsən, verdiyin cümlədə həmcins üzvlər əmələ gələr. Baxaq. Deyir, Vaqif sən bazara gedəcəksən. Baxın, burada o zaman həmcinsli əmələ gələr ki, ləni sən bağlayıcı kimi düşünməlisən. Çünki tabiisizlik bağlayıcıları həmcins üzvlər arasında işlənir. Baxın, Vaqif sən gedəcəksən. Niyə gedəcəksən? Gedəcəksən. Kim gedəcəksən? Bunun xəbəri bir mübtədaya aiddir. Demək, burada səndən Vaqif heç bir halda həmcins ola bilməz. Əgər həmcins olsaydı, xəbər hər iki mübtədaya aid olardı. Bax, diqqətli olur ha. Sən və Vaqif o halda həmcins ola bilər ki, sənin xəbərin cəmdə olsun. Hər iki mübtədaya aidsin. Gedəcəksən, sən kimi ilə Vaqif ilə. Təbii ki, Vaqif burada tamamlıqda sənin xəbər mübtədadır. Uyğun gəlmədi. Sən Vaqiflə sən açıq danışmalısan. Yenə də kim? Danışmalısan. Sən, baxın, sən danışmalısan. Demək, sənin mübtədan oldu sən, xəbər olaraq danışmalısan. Vaqiflə tamamlıqdır. Yenə həmcins olmalı. Çünki həmcins olmasın, eyni üzv olmalıdır. Çoxdan barışmalı idin. Kim? Sən. Yenə ancaq Vaqif aiddir. Tapşırıq birlikdə yazmalısınız. Diqqətli olur ha. Yazmalısınız. Kim? Sən. Kim? Vaqif. Gördün mü necə? Burada verilən xəbər həm Vaqifə aiddir, həm də sənə aiddir. Demək, burada nədir? Həmcins mübtədalar var. Çünki xəbər cəmdədir. Bu xəbər hər iki mübtəda aid olduğu üçün mən buna nə deyirəm? Həmcins mübtədalı sadə cümlə. Çünki xəbər hər ikisinə aiddir. Digərinə baxaq. Məktəbdəki tədbirə getdin. Təbii ki, burada getdin sözü xəbərdir, bir mübtəda aiddir, Vaqif avtomat olaraq tamamlıq olur. Yəni, bizim cavabımız olur D variantı. D variantdan çıxmaq şərti ilə digər cümlələrdə ancaq yoxsa xəbərlər təklidir. Xəbərlər təkli olduğu üçün bir mübtədaya aiddir. Digər isə avtomatlı tamamlığa çevrilir. Həmcins mübtəda əmələ gəlir. Demək, bizim cavabımız olur D variantı. Səbəb də odur ki, burada olan xəbər hər iki mübtədaya aiddir və bunlara biz həmcins mübtədalar deyəcəyik. İnanıram ki, bu videoda çox şey öyrəndiniz. Diqqətinizə görə təşəkkür edirəm.